14 iyun 2025-ci il tarixində Media TV Azmedia qrupunda Ağdam rayon 4 yol 1 qəsəbə sakini İbayev Səxavətin şikayəti yer almışdır. Ağdam rayon mərkəzi xəstəxanasından şikayəti olan İbayev bildirir ki, artıq şikayətçi deyiləm. İbayev Səxavət Ağdam rayon mərkəzi xəstəxanasında olmuş və bildirmişdir ki, sağlamlığında baş vermiş narahatçılıqlara görə ağrılara dözə bilməməyi səbəbindən tibb işçilərindən şikayət etmişdir. 19 iyun 2025-ci il tarixində xəstəxanada Səxavət bəy müayinə edildikdən sonra yetərincə tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Həkim Sadıqov Ənvəri dinləyək. Ağdam rayon mərkəzi xəstəxanası publik hüquq şəxsin həkim terapevti Ənvər Sadıqov. 4 yol 1 qəsəbəsinin sakini İbayev Səxavət Eldaroğlu bir neçə gün bundan əvvəl 4 yol 1 qəsəbəsinin həkimlərinə müraciət etmiş və onlar iynə vurdurmaq üçün müraciət etdiyinə baxmayaraq onlar gəlməmiş və bunun əsasında Media TV-yə İbayev Səxavət müraciət eləmişdir, şikayət müraciəti. Və o müraciət əsasında məlum olmuşdur ki, həqiqətən onlar vaxtında gəlməyiblər iynə vurdurmaq üçün, iynə vurmağa və İbayev Səxavət haqlı olaraq şikayət eləmişdir. Ona görə də araşdırma apardıq. Özdə şikayəti, yəni publik hüquq şəxsin direktoru Kamil Həsənovdan olmuşdur. Hal-hazırda İbayev Səxavəti dəvət etmişik rayon mərkəzi xəstəxanasının ümumi şöbəsinə və orada araşdırma aparılarkən məlum olmuşdur ki, İbayev Səxavət hal-hazırda heç bir şikayətçi deyil, əsəbləşmişdir və ona görə də bu şikayətini geri götürür. Ağdam rayon mərkəzi xəstəxanasının həkimi Ənvər Sadıqov kanalımıza açıqlamasında bildirib ki, araşdırma aparılıb, müəyyən edilən nöqsanlar aradan qaldırılıb.